Salam. Bugünkü dərsimiz 8-ci sinif 1-ci hissədən 4-cü bölməyə aid xülasə ilə tanış olacaq. Burada gördüyünüz kimi tənəffüs tipləri göstərilibdir. Tənəffüs tipləri adətən bildiyiniz kimi bədən səthi və dəri tənəffüsü mövcuddur. Qəlsəmə tənəffüsü, traxeya tənəffüsü və ağciyər tənəffüsü mövcuddur. Əvvəlcə baxaq bədən səthi ilə və dəri ilə tənəffüsün necə baş verməsinə. Bildiyiniz kimi, bədən səthi ilə tənəffüs bir hüceyrəli canlılarda mövcuddur. Bir hüceyrəli canlılarda bir hüceyrə yaşadığı mühitdən, adətən onlar su mühitində yaşayırlar və bədən səthi ilə tənəffüsü həyata keçirirlər. Və bir hüceyrədən ibarət olduğuna görə bunlarda oksigenin hüceyrənin daxilinə diffuziya olunması və yaxud karbon qazının mühitə verilməsi adətən hüceyrənin qılafı və yaxud membranın vasitəsilə həyata keçirilmiş olur. Dəri tənəffüsü isə adətən çox hüceyrəli orqanizmlərdə, məsələn, soxulcanlarda və yaxud da ki, hələ onurğalara aid olan suda qurda yaşayanlarda da mövcuddur. Baxırıq qəlsəmə tənəffüsünə. Qəlsəmə tənəffüsü bildiyiniz kimi suda yaşayan orqanizmlər üçün xasdır. Bura həm onurğalı, həm də onurğasız heyvanlar daxil ola bilər. Bildiyiniz kimi buğmayaqlara aid olan xərçənglər və yaxud da ki, molluskalara aid olan ikitaylılar qəlsəmə tənəffüsünü həyata keçirir. Bunlar ümumiyyətlə qəlsəmə tənəffüsü özü də iki yerə bölünür. Bir xarici qəlsəmələrlə tənəffüs edən canlılar, digəri isə daxili qəlsəmə olaraq qruplaşdırılmış olur. Xarici qəlsəmələrə adətən çömçə quyruqda, bildiyiniz kimi çömçə quyruq suda qurda yaşayanların süfrə mərhələsində olan hissə hesab olunur ki, onlar xarici qəlsəmələrlə tənəffüs edir. Daxili qəlsəmələr isə balıqlarda üstünlük təşkil edir və burada qəlsəmələr su ilə yuyularaq onların oksigenə olan tələbatı həyata keçirilərək tənəffüs prosesini həyata keçirmiş olurlar. Traxeya tənəffüsünə gəlincə, əsasən həşəratlar üçün xarakterikdir. Bildiyiniz kimi cücülərdə qazlar mübadiləsi traxeyalar vasitəsilə həyata keçirilir. Bildiyiniz kimi əksəriyyət canlılarda oksigenin daşınması qan vasitəsilə, yəni hüceyrələrə çatdırılması qan vasitəsilə həyata keçirilsə belə, həşəratlarda, yəni cücülərdə qazlar mübadiləsi qanla əlaqəsi yoxdur. Yalnız traxeyalar traxeollara ayrılır və onlardan da bilavasitə oksigen hüceyrələrə diffuziya olunmuş olur. Ağciyər tənəffüsü ən inkişaf eləmiş tənəffüs sistemi hesab olunur. Bildiyiniz kimi ağciyər həm məməlilərdə, həm quşlarda, həm də sürünənlərdə, həm də düz onurğaların əksəriyyətində, məsələn, suda qurda yaşayanların özündə belə həm də ağciyər tənəffüsü var. Amma ağciyər tənəffüsü ən çox, deməli, məməlilərin ali formaları olan canlılarında rast gəlinir və həmçinin insanlarda da bildiyiniz kimi ağciyər tənəffüsü mövcuddur ki, bu proses gördüyünüz kimi alveollarla həyata keçirilmiş olur. Alveollar bildiyiniz kimi, bax, gördüyünüz nəfəs borusu, traxeya, bronxlara ayrılır, bronxlar bronxiyollara ayrılır və bronxiyolların uç hissəsi alveollarla qurtarır ki, alveolların divarında bir qat eftelidən ibarətdir. Onun üzərində isə həmçinin bir qat eftelidən təşkil olunmuş qan kapillərləri mövcuddur. Bax, bu gördüyünüz göyrəkdə olanlar venoz qandır. Onlar tədricən qazlar mübadiləsi burada mübadilə olunaraq karbon qazı alveola keçir, diffuziya olunur və yaxud da ki, alveolda olan oksigen qan kapillərlərinə keçərək diffuziya olunaraq orada qanın arterial qana çevrilməsi təmin olunur və beləliklə də oksigenə olan ehtiyac ödənilmiş olur. İnsanın tənəffüs sistemi orqanlarına gəlincə, bildiyiniz kimi bu hava aparıcı yollar və ağciyərlərdən ibarətdir. Hava aparıcı yollara isə burun boşluğu, burun udlaq, qırtlaq, traxeya və bronxlar aiddir. Bronxlar özlüyündə sağ və sol bronxlara ayrılır. Bax, bu təsvirdə də gördüyünüz kimi
sağ və sol bronxlara ayrılmış olur və qeyd elədik ki, qazlar mübadiləsi adətən ağciyərlərdə həyata keçirilir. Ağciyərlər bildiyiniz kimi daxil olan bronxlar bronxiyollara şaxələnir. Bax, bu gördüyünüz bronxiyollar isə öz növbəsində alveollarla nəhayətlənir ki, alveolların deməli, divarında olan qan kapillyarları ilə alveolların daxilinə nəfəs alma zamanı daxil olan havanın tərkibində oksigenlə mübadilə olunma prosesi gedir. Belə ki, oksigen qazı alveolların divarında olan qan kapillyarlarına difuziya olunur. Karbon qazı isə alveolların daxilinə keçərək işlənmiş havanı əmələ gətirir ki, sonra isə bu nəfəs vermə ilə nəticələnmiş, yəni həyata keçirilmiş olur. Gördüyünüz kimi oksigenə olan tələbatımız tənəffüs orqanları vasitəsilə və yaxud da yoxdursa bədən səthi ilə həyata keçirilmiş olur. Ağciyərlərdə dedik ki, inkişaf daha yaxşı getmiş olur. Mənimsənilmə daha yaxşı həyata keçirilə bilir. Oksigenə olan tələbatı ödəmək üçün bildiyiniz kimi oksigenə olan tələbat, oksigen qazı bizim enerjiyə olan ehtiyacımızı ödəmək üçün qəbul etdiyimiz qida maddələrinin oksidləşməsini həyata keçirir ki, bunun sayəsində də enerji ayrılır və enerji bütün canlıların həyat fəaliyyəti üçün lazım olan deməli enerjinin təminatını həyata keçirmiş olur. Tənəffüs orqanlarımızı qoruyaq. Bu qədər. Sağ olun.